Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Media Türk TV izləyiciləri, bir daha xoş gördük. Gündəm Masada verilişinin bugün olan növbəti canlı yayın buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmaildir. İlk saniyelərdən isə daimi seyircilərimizə ənənəvi ricamızı xatırladırıq. Yayımımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, baş verənləri, gərgin gedişata dair təhlil edəcəyimiz mövzuları və gerçəklikləri sizinlə birlikdə daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. İranda isə dünən gecə yarısından bugün səhər saatlarına dək növbəti partlayış səsləri ətraflarda və bir çox şəhər kənarlarında hiss edilməyə başlanıb. Paytaxt Tehran daxil olmaqla bir sıra ərazilərin vurulması və zavodların partladılması ilə bağlı görüntülər, səslər ətrafı bürünməkdədir. Yəni bir tərəfdən atəşkəs çağırışları, müharibənin dayandırılmasına yönəlik səslənən və deyilən sözlər, açıqlamalar, amma bir tərəfdən də müharibənin təsirlərini və nəticələrini göstərən müxtəlif görüntülər və səslərin ortaya çıxması və bunların hamısı onu göstərir ki, savaş heç də hər kəsin dediyi kimi tam olaraq başa çatmayıb, gərginlik davam edir, müxtəlif istiqamətlər və belə deyək, hücumların bu bölgələrdə müşahidə olunması müharibənin təsirləri və növbəti fazaya keçid etməsi ilə bağlı ehtimalları da daha da gücləndirir. Sanki bugünkü baş verənlər bir qədər geri çəkilmə və səngimə prosesləri kimi görünən hadisələr fırtınadan öncəki səssizliyi də xatırladır. Fırtınanın növbəti mərhələsi dalğalanmanın bundan sonraki fazası necə olacaq, hansı gərginliklər və münaqişənin artması ilə bağlı təhdidlər və təhlükələr var. Bunları müzakirə edəcək. Bir tərəfdən də Xamneyinin ən yaxın adamlarından daha biri öldürülüb. Bununla bağlı məlumatı da sizin diqqətinizə çatdıraq. İran hökumətinin xarici əlaqələr üzrə strateji şurasının rəhbəri sabiq Xarici İşlər naziri Kamal Xərazi Tehranda baş verən hədəfli hava hücumunda aldığı ağır yaralardan sonra 8 gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişib, onun İran hökumətinin yüksək səviyyəli diplomatik simalarından biri olduğu və 81 yaşında olan Xərazinin məhz İsrail və Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi hücumlar nəticəsində həlak olması ilə bağlı məlumat var. O Xamneyinin əsas belə deyək adamlarından, köməkçilərindən, yardımçılarından biri idi, həm də vaxtı ilə Xarici İşlər naziri vəzifəsində tutub və Kamal Xərazi də artıq öldürülən şəxslərin sırasına əlavə edildi. Yəni bu şəkildə müharibənin dəhşəti və yaranmış gərginliklər bir daha özünü göstərməkdədir. Baş verənləri və digər məsələləri, proseslərə uyğun olaraq təhlil etməyə çalışacağıq. Studiyamızda isə dəyərli qonağımız, tanınmış Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə bizimlə birlikdə studiyamızdadır. Salamlayırıq Əjdər bəy, sizə xoş gördük. Xoş gördük efendim. Dəvətimizi qəbul edib studiyamızda olduğumuza görə də təşəkkür edirik. Bugün baş verənlər, qeyri-adi hərəkətlər, çağırışlar, bir tərəfdən də ortaya çıxan danışıqlar prosesləri var. Amma bunun nə ilə nəticələnəcəyi və hər hansı bir belə deyək, hadisələrə nöqtə qoya biləcəyi ilə bağlı gözləntilər olduqca çox az irəli sürülən ehtimallar içərisindədir. Çünki buna qədər də bu müzakirələr getdi. Düzdür, indi yüksək səviyyəli siyasətçilər, dövlət başları, xarici İşlər nazirləri və bir çox dövlətlərin nümayəndələri deyirlər ki, bəli, bu atəşkəs lazımdır, bu prosesləri belə deyək, tam olaraq yekunlaşdıra biləcək gücə malikdir. Amma biz reallıqlara da baxsaq görək ki, bundan əvvəlki dövrlərdə də olduqca uzun-uzadı bir proses başladılmışdı. Danışıqlar, Cenevrə, Oman heç bir nəticə vermədi. Əgər bu danışıqlardan hər hansı bir fayda sağlansaydı, əldə edilsəydi, danışıqlarla bu məsələləri həll etmək mümkün olsaydı, elə müharibə başlamamışdan öncə burada nəyəsə nail olmasını biz görərdik. Amma bu baş vermədi. İndiki məqamda bu qədər tərəflər arasında barışmaz, qəbul olunmaz və uzlaşması olduqca çətin görünən şərtlər və tələblər var və bir-birlərinə qarşı qatı nifrət ortadadır. Xüsusilə İran rejimi qisas hissi ilə alışıb yanır ki, bizim bütün dövlət aparatı, rəsmilər öldürüldü və s. Biz onlarla necə gedib görüşəcəyik və nə hansı şərtlərlə. Amerika Birləşmiş Ştatları da İran ilə tələblər irəli sürür ki, onu qəbul etsə və bir növ məğlubiyyətini etiraf edəcək. Yəni bunu belə bir şey baş verə bilər. Nə gözləyə bilərik sizcə bu ümumiyyətlə bugünkü deyilən sözlərdən, çağırışlardan, görüşlə bağlı ehtimallarına? Yoxsa Amerika Birləşmiş Ştatları sanki bir geri çəkilmə mövqeyi nümayiş etdirərək əslində fərqli bir taktika keçirilir. Bunları necə təhlil edək? Təşəkkür edirəm Heydər bəy. Heydər bəy bilirsiniz nə vardı? Bu İran adlanan yerdə biz də Azərbaycanın güneylənik. Bilirsiniz mən birinci dəfə nə zaman bu İran adlanan yerdə siyasi ağır fəaliyyətimə görə həbsə getmişəm Pəhləvi sülaləsində. 1969-cu ilin payızında.
1969-cu il payızında 18 yaşımdan 19 yaşıma girərkən Pəhləvi sülaləsinin o ki deyirlər, indi çıxıblar, ay bəzəhli, ay elə dəyirdi. Adamın dırnağında çəkildilər, adamı zorlayırdılar, arvadını gözünün qabağında, bacısını və İran adlanan yerdə bu Məhəmməd Rzanın əmri ilə qırırdılar və fəlakət və filan. Sonrasından bu indiki rejim gəldi, bununla da ayağının tozu ilə gəlmək istədi, tozu getmədən buna demək ki, həbsə getmişik. Niyə? Bu rejim, o rejimin davamçısı və bilirsiniz, onun bir yalan, bir dünyəviçiliyi olsaydı, bu irticasi, mühümatçı, dini, məzhəbi və səfaləti kullanan, necə ki, Seyyid Ruhullah Xomeyni deyirdi, biz ümmətçiyik, nə millət, nə filan, açıq, nə millət, düşüblər felə, ay İran belə oldu, ey millət gəlin, İran belə gəlin filan diyor. Tutalım ki, Amerika bu Tehran rejiminə savaşır. Və ya Amerika Şveysariya kimi bir ölkəyə hücum aparıb. Və ya demək ki, Amerika Fransaya hücum aparıbdır ki, bir dədə haya düşüblər dünya ki, ay aman bu Tehranı vurma, atəşkəs elə. Hətta dost ölkələrdə, belə Azərbaycanda, Türkiyədə aman İran vurulmasın, atəşkəs olsun. Sən ölürsən, səni yaralayırlar. Və ya bu rejim elə bugünkü gündə adamları da orada zorlayır, edam deyilir. Heç 40 il olmayıb, demək ki 45 min nəfər, Trump'ın dediyi kimi, özləri də 4-5 min, amma o tərəfsiz şahidlər deyişi 36 min. Bu soydaşlar olub. Heç burada bir dənə bu politologlardan ki, gəlir sizlərdə də qonaq olurlar. Birisi bilir ki, bu Tehran rejimi gələn gündən bəri, nə qədər adam gələn gündən bəri, nə qədər adam qırıbdır, hə? Ne olar ki sen solçu olasan, sağçı olasan, millətçi olasan, olmayasan, dinçi olasan, kafir olasan, her şey olursan ol, cavur ol. Ama bilirsən bu rejim nə qədər adam öldürüb, 12 yaşından tutmuş kızlardan və nə qədər cinayətkardır və demək ki, hər tərəfli. İndi İsraillə, demək ki, Amerika bunlarla hesab çəkir. Amerikada deyir ki, səni hesab eləmədən bizi qırdın, bombardıman elədin, yol qırağında bombalar qoydun, nə bilim, dəfələrlə demişik. Minlərcə adamı öldürübsən, o da deyil, sən də məndən öldürübsən. 2 dənə adamın arasında və 2 gücün arasında savaş gedir. Bizə nə? Hə? Mən Güneyliyə nə? Siz deyin mənə də. Bizə nə? Hani Təbriz? Hani Ərdəbil? Hani Azərbaycan? Pəhləvi sülaləsi vurub yerinə yeksan eləmişdi, soyqırım eləmişdi. 30 mini qırmışdı, elə belə deyirlər, dilimiz, ey Təbriz, badəni vuran nasıl, dilimizi verin də. Sənin gör bu dili kim kəsib, ananın mələr qoyubdu. Kim eləyib bunu? Amma bu günləri, demək ki, Pəhləvi sülaləsinin elə oğlu, həmin bu gedə düşüb edəm, Prens Şahzadə, Şahzadə, Azərbaycanın səfirlicinə gedirik, sənlə mən girə bilmərik, dəvətiyə də ala bilmərik. Gedir bu Azərbaycanın səfirlicində, şanlı dövlətimiz səfirlicində badə qaldırır, şefinə buyur-buyuruna. Və demək ki, onun bəlli xanımı gəlibdir, burada, binədə, dənizdə çimir, kimlərindən, şefinə. Və yaxud demək ki, bu günləri Tehran rejiminin adamları rahatcasına da gəlib gedir. Güneyli gəlib gedə bilir, elə deyil. Onun murdarlığının ücbatı ilə illərdir sərhədlər bağlıdır. Və nə oldu? Aldıq qoz, satdıq qoz. Soveti qovaladıq, dedi Doğuşan da keçmirdi. İndi demək ki, Güneyli qaldı orada, Quzey qaldı burada və filan. Nə oldu bu Təbriz? Heydər Əliyev Təbriz deyəndə ağlaydı, Əbülfəz bəy də üstəlik. Bu millət də belə deyildi. Nə oldu? Və bu günləri adamlar da tapılır, istəmirəm, ağız-ağıza verəm hər yoldan keçəndən. Bu mənim işim deyil. 52 sənədi siyasətlə, canlı siyasətlə, əməlli başlı. Düzdür, dövlət elmi yoxdur bizdə, öz Güneydə. Bizləri çox ucuz görəylər. Yoxsa bizim nə işimiz edir? Mənim nə işim edir? İsveç kimi bir ölkədən saska sasson 5 il. Milyoner olursan, gəmi alırsan, villa alırsan, dövlət də dalında kredi verir, dünyanı da gəzirsən və hər zamanda arxanda dəyinir. Sosial ədalət, sosial rifah, demokrat, parlamenta da gedirsən rahatlıqla. Xarici olanı lap tez gedirsən. Gələk başımızı verək Sovet polisinin dubinkasının altına və ya Azərbaycanda sürüyələr və hərdən də bəzi adamlar ki, yalan siyasət edir. Filan şəsdə bizim ay Güneyli, o çantamı da götürdü. Da ikisi də siyasətə məşğul edir. Sən yuxudan ayılmamış bu Güneyli siyasətdə idi. Sən hələ bilmirdin nə deyəcək. Ona görə bu günləri biri də demək ki,
əzalı da kimsənin ağzından çıxmaya, bə Güney nə oldu? Hani bu Təbriz, hani bu Ərdəbil, hani bu Urmiya? 100 min nəfər Kürdü gətirib dayayıb ora. Trump çıxıb deyir ki, mən bu Kürdlərə silah da verdim və pul da verdim və götürdülər silahı, deyik qəşəhd elə, elə bu cümlədir, deyik qəşəhdi mənim olsun. Və həmin sözlə də 2 ay bundan qabaq bu Pəhləvi sülaləsindən qaldırılan o Dınqroy, Tabut Dınqroy çıxır dedi ki, yerin qabağa kömək gəlir. Bir də onların içində də Azərbaycanlılar da vardı. Və Trump da dedi ki, kömək gəlir. Düz deyirdilər, yalan demirdi Trump da o gedədə. Kömək demişlər, vermişlər Kürdlərə. Kürdlər ki, demək ki, Suriyədə başları daşa dəyib. Neçə baba bu tribunadan da dəfələrlə dedim, bunlar gəlirlər, soyuqlağa gəlirlər, Urumiyyə gəlirlər. Ay fərq eləməz İran adlanan yerdən Kürd olsun, filan olsun. Məzlum Əbdüdən tutmuş, öldü o Müslümdə. Müslümdən tutmuş, ondan Hicrdən tutmuş, kimlər olmuşsa Ərbildəki Kürdündən tutmuş, hamısı gəlir bir yana. Və gəlmişlər sınırın qırağına dayanaraq, əlbəttə Türkiyə Cumhuriyyəti dövləti demək axır momentidə deyirlər, kulislərdə. Azərbaycan dövləti hara girirsiniz? Hara girirsiniz? Onda bizdə girək də filandır. Amma Güney söhbəti yoxdur. Yəni 40 milyon Azərbaycan türkündən burada deyilsədən görə kimdən söhbət gedir? Bəzilər də çıxıb deyir ki, qardaşım bilirsən nə var? Kimlərin qorxusundan Təbrizi vurmayıb. Təbrizin ortasında o zətləri partladır, vurur İsrail. İndi İsrail də niyə vurursan? Diyor, füzəni oradan fırladır mənim başıma. Məktəbdən, məsciddən, xəstəxanadan fırladır mənim başıma. Bu günlər deyirlər, ay Pakistana, nə deyirsən, o cinayətkar, Mer olub, ondan öğrenciləri gedib damdan atıb adam. O da adam deyirlər ki, Qalibov gedib getməyib. İnqilab Qvardiyasında yox, minməyib təyyarəyə. O birisi dəstə deyir ki, təyyarəyə mindi, düşüb dedi, düşə bilməz. Livan'da nə olacaq? Bəs Yəmən nə olacaq? Bax gör nə deyim. Bir avuç terörist Livan'ı düşünür, Livan'dakı Hizbullah teröristi, dünya terörist bilir. Yəməndəkini düşünür. Hardakı teröristlər düşünür. Amma demək ki, Azərbaycanın güneyinə gələndə, bir millətdən söhbət gələndə, hələ da susun, dəyin başının altına ya yastıq qoyaq ya filan. Dağılır, boğulurlar bir-birinə, hələ də özü də. Tutarım ki, Amerika, Tehran rejimini, hanı rejim, nə rejim? Bir də terörist, bir avuç terörist deyil. Trump'a da deyir ki, nə istəsin verəcəyik. Belə də göstərirlər, necə o Səddamda yaşamışıq axı. Səddam Xumeynin ağzına o zəhəri belə qəşəng döydü. Xumeyn də durdu ayağa dedi ki, həmin adam ki, deyirdi ki, 20 sənədə savaş geçsə, biz hazırıq. Xumeyni deyirdi. Gedirik Kərbəladan, gedirik Qudusa, Yerizaləmə, oradan da məhkəmi toz yox. Durdu səhər meymun kimi bizi şəbişə nədir? Zəhəri içdim daim mən, içirtdilər. Amma bilirsən İran adlanan yerdə nə dedilər? Səddamın evini yıxdıq, dədəsin 8 ildə fava kimi, fav. Və demək ki, Bəsrə kimi getdir, Bəsrənin yaxınlığına hər nə tutmuşdu Tehran rejimi, 24 saatda geri aldı Səddam. Gəlirdi Tehrana. Bir də orada demək ki, ahmaqlıq elədilər falan, sözüm onda yox. Və İran adlanan yerdə çıxdılar, böyük şənliklər, müjdələr verin, Səddama qalib gəldik. Buynuzun sındırdı Səddam. Amerika olmasaydı, Amerikalıların səhvləri, Bush'un filanın qoymuşdular da özdə birinci yerdə. Bu Tehran rejiminin o vaxt vuraları özləri də sonra dedilər. Kitabı var Bush'un. Dedi, getdi, nədir, Səddamı vurdıq. Və Əfqanistanda da oldu. Getdi, Talibanı vurdu, Tehran rejimindən birlikdə. Və böyütdülər, şişirtdilər. Və bir həddə gəlib yetişdi ki, özlərinin boğazına indi qoyubdu, bu nədir, bu Mənüçer deyiləm, Dariyuşdur, Hürmüzdür. Hürmüz, Dariyuş, Mənüçer, adını nə qoyursan qoy. O boyda qoskoca Amerikanı bir dəqiqədə orada məhv eləyər Tehran rejimini. Oyun oynayırlar. Avrupa Birliyi ilə, nə deyilsəz, Ukrayna məsələsi ilə, ondan sonra kimsənin muğura gəzir. Bunlar nə lotular. Nə oyun salıblar. Sən gətiribsən, vırıb qutarıbsan, soyubsan, keçini quyruğunda bunlar nəzər. Fikrin nəyi? Elə sən oradan vururdun da, hər yanı vururdun da. İsrail də bir yandan qəşəng dənləyirdi. Lafdan gəlib deyəsən, böyük bir mədəniyyəti məhv edəcəyəm, sabahdan vuracağım dəmir yollarını. Mən vurmamışdım, mən vurmırdım. Elə ay filan, məndə qoz var, bir aya zalacaq ki, dünyada çıxıb, Birləşmiş Millətlər, ada vurma bu mədəniyyəti.
Hansı mədəniyyət yox? Bu rejim ki, demək ki, bu Fars dövlətçiliyi ki, Türk mədəniyyəti, Türk dövlətlərinin orada qoyduğu, yaratdıqları, düzəltdikləri belə qəbir daşlarına da rəhm eləmədi ki, sonra da ermənilər qalan da ermənilər gəldi, oğurladı. Vurdu Qacardan qalan, hər nə uçurtdu, hər nədən Türkiyəsi gəlirdi, qoxusu gəldi, onu dağıtdı. Hansı mədəniyyət? Farsın hansı gətirdi ki, vardı ki, hansı götürdü ki, ola? Amma bir hay saldılar, bir dənə panik dedin, ha, bunlar panik yaradırlar. Axırda da gəldi, çıxdı demək ki, nə deyirsə, və ya dedim, o mənim Seyrə Hürmüzə və orada da Trump da çıxıb deyir ki, biz, Trump düz deyir, 14 milyon, mənim demək keçən həftələrə də 14 milyon 500 min barel bu neft və onun da ardınıza qaz da çıxardırsan. Dedi, hər kəs də istəyir, gəlim satım da, gəlim verim də və qiymətləndir. Və sonra dedik, bizim oraya ehtiyacımız yox. Və dedim, sonra nə oldu? Yəni, məsələ budur. Mən Azərbaycanın güneyindən olaraq, birisi kimi, bizə daxili yoxdur, kim kimi vurur, kim kimi öldürür. Amma mənimkinlə qatıbsan, onlara qırırsan. Sən qırma, heç İsrail gəlməsin, bomba atmasın, bu rejim qırır. Bilirsiniz rejim nə deyir? Deyir ki, qoy geçsinlər, bu adam da çıxır, adını çəkmirəmi, sabah sizinlə televizyona zəng yasallar, deyirlər, o adama bir şey deməyin, bizim aman diyor, ona bir şey deməyin da. 7 üstündə tapdığımız oğlandı. Filistin tapmışıq. Vay, əl-üzdə ucuzda qalsın. Əl-üzdə ucuzda qalsın. Təhlükəsizlik Şurasının, Milli Təhlükəsizlik Şurasının başçısıydı ki, bu adam 40 gün ondan qabaq, demək ki, 45 bin adamı öldürdülər. Çoxusu da Türkdür, Azərbaycanlıdır. Amma Azərbaycanlının televizyonu, mediası yoxdur. Hamısını Fars adına, Fars getdi. Trump, sənə deyirlər filan indi, mənim ondan işim yox. Mən əpestin tərəfdarı da deyirəm. Amma sənə hardan düşübdürürsən, ey Fars milləti, ay Fars milləti. Sənin ağlın çatmır ki, bu İran adlanan yerdə təhcə Fars milləti yoxdur. Neçə ay bundan qabaq burada oturmuşduq elə. Mənə çay da verdiniz, şirini də verdiniz, təşəkkür edirəm. Dedim, hətta Netanyahu, bura bax, durub deysən bir bayraq, bir millət, bir demək ki, ölkə, Fars bayrağı, Fars dövləti, İran dövləti, elə söhbət yoxdur. Ay bəy, biz İran adlanan şey tanımırıq. Türkdən dövlət oğurlanıb, İngilislər veriblər, Farsa çevriliş ediblər. Sonra bir dənə İran adlanan yer qondardıblar. Azərbaycanda da, bu quzeydə də, Türkiyədə də hələ. Bir də çıxıb elə yazılanda deyir ki, bu İran sonraki adlı filandı, nəmlə. Amma İlyamızda bir İran, nə oldu sənə? İkilidir bu, nə oldu? Ona görə də bəy, məsələ buradadır ki, biz İran adlanan yerdə bir şey tanımırıq. 1900 istəyəm, sizinlə uca danışıram, o söhbəti yetirmək üçündür. Yoxsa mən o cəsarətdə deyirəm sizinlə bu cür münasibətin. Qardaşımsan, qan qardaşıyıq, kim sənin ürəyinə də dəysə də. Amma 1978-ci ilin, 87-ci ilin yarısından, oktyabr ayında İsveçdə, hələ onda Sovet İttifaqı var, İran adlanan yerdə bu rejim yeyir, qırır, adamdır ki, gəlib xaricdə, hətta İsveçdə belə, Fransada, Amerikada bombanı qoyur, postaca yaşayları var, onların içində partladır adamı. Doğrayır, keçmiş baş nazir Bəxtiyardan, müğənni var edib Firidun, onun evlərində doğrayırlar. Fransada, Amerikada, Avropada qəşəng. Teröristləri alıb bilməm, bax, bu rejim. O zaman da mən demək ki, İsveçdə dərnək yaratmışam 1987-ci, 78-ci ilin bağışda. 78-ci ilin, əgər düz desəm ki, 87 ilin üzr istəyirəm. Azərbaycan adına. O zaman hamı deyərək yaradırdıq deyir, yox elə deyildir. Azərbaycan deyəsən, Farslar adamın gözünü çıxardardı. İrancı kommunistlər bir yandan, dinçilər bir yandan, xalq mücahidə Avropada, Sovet İttifaqı da hələ var. Və dərnək yaradır və deyəndə ki, biz Türkük, biz Azərbaycanlıyıq və eyni zamanda da bu Sovetlərdə də təzə 26-cı Pelenom keçmişdi. Bu Yeltsin-Giza təzə başlamışlar Soveti silkələməyə. Niyə bəyək söylədim ki, o siyasət, o filan. Mən universitetdən gəlmişəm. Elə tükər sala gəlməmişəm, nəmfilə söhbət deyil. Yox. Və dedim ki, zindanlardan. Hamı bir-birini tanıyır İran adlanan yerdə. Hamı qəşər bir-birini. Dinçiləri də biz bir-birimizi tanıyırıq. Ondan sonra hamıyız, komünistləri, hamısı. Bugün o yaşadı olan təşkilatların başında olan Kürdi, Bəluçi, Ərəbi, Farsi, hamı bir-birini qəşər tanıyır. Kim də hansı hava çalır və kimə də hansı havanı çaldırırlar. Ondan bilirsən nə oyun çıxardırlar, nə mənədir. Məsələ burada gedir. Azərbaycan deyəndə nə mənə? Nə Azərbaycan? Ağa, Azərbaycan? Ağa, bu nə sözü çıxardırsınız?
İstəyirdilər deyərlər, gözlü çıxartmışıq Pişəvər hərəkatında o zaman 21 Azərdə. Yenə təzədən. Televizyon yayırdım, sonrasından İsveçdə, Azərbaycan, sonra getdim İngiltəriyə. Orada mənə də bilirsən nə olub? O kasetləri ki yayırsan, Berlində biri görüb, bir dənə keçmiş, Tehran rejimini keçmiş, bir dənə nədir ordusunda olan adam. Ona baxıb deyir, vay dədə, yenə də bu Azərbaycan, bu dürlər qalxdırar, infaq keçirdi. Lap cəhənnəmə, lap yaxşı. Hamısı da düşdülər qiyamətə. Mən də o zaman deyirdim ki, əgər bu Sovet dəbərərsə, Sovet silkələdərsə, mən də ki, bu Azərbaycanda olmuşam, Sovetin zindanı, uşağımla, süt əmərimlə də həbs ediblər. Adım da qalıb anti-Sovet, anti-komünist, burada, baba burada. 2 dəfə də qaçmışam, biri tutubdur, qaçmışam, gedmişəm İsveçə, biri tutmayıb, uşağımla da zindan edib. Sovetdəki qəşəh tanıyıram, KGB-sin də, Moskvada kalpasını da, KGB-nin kalpasını, hamısını. Ona görə demək, ora dəbərmədən bizim orada batışa bilmərik. Və mübarəkliklə burada bir hərəkat başlayıb. Burada, amma bundan qabaq, mən durub demişəm, bilirsiniz nə demişəm? Nə demişəm, onda da dayanmışam. Azərbaycanın güneyinin bağımsızlığı. Nə Bakıdan, nə yuxuda, nə 124 min peyğəmbərdən biri, nə 12 imamlardan biri, nə İrançı qruplardan, nə bilir heç kəs. Demişəm, biz o dərnəyi yaratmışıq, televizyon, radyo yayıram özüm və Azərbaycanın güneyin istiqlalı. Hamı deyib, nə? İstiqlal? Və 91-ci ildə də Tehran rejimi nota verib bura. Gəlmişəm burada. Xalq söhbəsinin növbədən kənar, mən dövlət dəvət eləmişdim, növbədən kənar qurultayında iştirak eləmişdim, Güneyinin istiqlalı. Hamı deyib, ya, bu nə danışır? Tehran rejimindən notanı verib, Ayaz Mütəllibov da deyib, bizi bağlamaz, o xarici vətəndaşdır filandır. Mənim tüp sizə verəcəyik. Və Həsən Həsənov, Ayaz Mütəllibov filan. Deyib, qaç edin, bunu tutub sizə verəcəyik. Və istiqlal demiş, hələ Azərbaycanda istiqlal bərpa olmamışdı. Yəni, Azərbaycanda Güneyin istiqlalını qoymamışdılar ki. Azərbaycanda da Əbilfəz Elçi bəy gələndən sonra dedi ki, biz Məhəmməd Əmin bəy Rəsulzadə istiqlal qoyub, istiqlal. Biz də bütövlücü deyək, bütövlük, bütün Azərbaycan, bu bizim tutur. Bizim də Güney Kuzeydə biz demək ki, yuvalansaq, biz güclənsək və burada da deyilsək, İran adlanan yerdir. Və İran adlanan yerdə bu məsələ o qədər yapılandı ki, Tehran rejimi dalbadal nota verirdi, Azərbaycanı sıxışdırdı. Azərbaycan dövləti də və dövlətçiliyi deyək. Azərbaycan dövləti də Tehran rejiminə əyilmədi. Çox pis durumda idi Azərbaycan dövləti. Pılı yox, ordu yox, təcavüz bir yandan, amma millət vardı. Millət Təbriz deyirdi, dayanmışdı və dayandı göstərdi axıra kimində alnı açıq çıxdı o dedi Çillədən. İndi bu günləri biri də düşüb ki, Dədavay ağa gedib ağam. Bu da bu Bakıda. Və ya Təbrizdə çıxardıra bir də görürsən Təbrizdə millət çıxıb və ya Türkiyədə bir dənə bambılı. Durur Türkiyədən gedir, o CNN Fars var, bir dənə adını da qoyublar CNN Türk. CNN Fars var, oradan da bir xadım, bəzi ünsürləri belə şişirdirlər. Bizim Qarabağı da filan xanımcığaz dünyaya məşhur elədi. Mənim Qarabağımı qurtaran mənim o Mehmetçiklərimdir və mənim demək ki, balaca balaları, bəzi ailələrdən 4 dənə balalarımız. Öz pılımız, öz silahımız, öz dövlətimiz. Bir nəfər mən Əjdər Tağızadə gəlib bir dənə mikrofondan dönəm bizi məşhur elədi dünyada. Nə məşhur elədi, o içindədir, öz gücündədir. Bir xanım çıxacaq demək ki, qaçacaq gedəcək Təbrizdə, cuma namazında duracaq, cümə namazından çıxan Hizbullahın, rejimin adamlarına mikrofon tutacaq, deyəcək Təbrizdə hamımız xoşbaxt yetişir. Hələ Təbriz yox, o dünyanın cənnətini də bizə kağazı veriblər. Necə Xumeyni o uşaqların boğazına, Ləşkər-i Aşura deyirlər. Azərbaycanlı boğazına bir dənə daha salırdılar, septən gedirsən cənnətə, verdi ölümə. İndi bu günləri danışıqlar gedir Pakistandan. Biri də getdi, biri də getmədi. Dünyada bir də bilirsən nə qayrılır? Bir də o işdən pul qazanırlar. Milyonlarca şərtlər, qumarlar filan gedir. Və demək ki, təslim İnqilab Qvardiyasının demək ki, saiti yazır ki, xeyr, gedə bilməzsiniz. Ora getsiniz filan olar, imamın və qanunu olacaq. İmamın da 40-ın Xristiyan kilisasında dünən tuturlar, Xameneinin. Erməni kilsəsi olduğu deyilir. Onu deyirəm. İndi məsələ budur ki, məsələn, nə oldu? Xamenei, deyilin, savaş olmayacaq, danışıq da olmayacaq. Nə oldu, haradasan? 560 nəfər
Sənin generalları, aparıcı adamı və yaxud da söylədiniz, o ən kiçik adamlardan biridir. Nə var ki, Xameneyi ilə qohumudur. Heç savadsızın biri. Götürüb qoymuşlar siyasət, xarici siyasət edir. Bu adam hardan oxudu, hardan gəldi. Sokaq adamı. Və demək ki, orada o qanatların içində, öz içlərində, demək ki, qulaqlarından belə kəllələrinəcək. Musad işləyibdi, CIA işləyibdi. Dünənləri o Ağ Evdə pres konferansı vardı Trump'un. Dedi, gətirdi o CIA-nin adamın başçısını. Sonra da o savaş zadı. Dedi ki, Genelkurmay Başkanın da. Dedi, hamısını demirin. Bunun hepsi var. Dediler, biz hamısını demirik. Sonrasından bilirsən nə dedi? Dedi, o sarı dağlar, Yasuc. O bir tərəfi Lordi, bir tərəfi Qəşqaylardı, bir tərəfi Bəxtiyarlardı. Oradır. Dedi, o dağların arasında CIA adamın ürəyinin o çırpıntısını hiss eləyib ki, orada bir şey dım beləyir. Yəni bu imkanlara malikdirlər. Və bunların öz içindən adamları yerində, saati ilə orada yatıb, orada girdi, haradan verilir, o da möcüzə də deyir, öyle də yoxsa, texnika da var, gəlib, daran, vırdı getdi. Və eləyə bilərdi ki, bayaq da söylədim sənə, dedilər ki, 3 həftədə davam edəcək. 3 həftə də elə o normasında özləri bilir, davam etdirsəydilər, hayküyə də ehtiyac yoxdur. Tehran rejimi də, onun deyək də, prezidenti deyirdi, bir-birini didirdilər. Və ahidi ilə bunlar hamısı bir-birini didirdilər. Deyələ dağılıb gedir. Qidalar qutarıb, yemək qutarıb, pılı yoxdur. Hara aparırız bizi? Bir-birini savaşıb boğurdular. Deyəsən birdən-birə nə oldu? Birdən-birə İmam Zaman gəldi, ya Həzrət Abbas zaten Trump'ın kürəyinə belə vurdu ki. Amma bunların hamısının ortasında deyəsən ki, bəs onda əgər bu savaşda, indi özləri deyirlər ki, ya 3000 adam ölüb deyirlər. Özləri 3000 hansı adam? Tehran rejiminin səhiyyəsi deyir. Səhiyyə naziri deyir ki, 3000 adam ölüb, tanınmırlar özlə kimdir? Təbrizdə, Ərdəbildə, bu da burada Biləsuvarda, Zeyvədə, Qarağaçda, İncillidə, ondan sonra Bağışdan, Allah yarrıda, demək ki, o Qarağacın üstündən o tünel düzəltmişdilər. Onun içində Azərbaycanlıları qırıbdır. Yüzlərcə Azərbaycanlını qırıb orada. Kimin səsi çıxır? Kim deyəcək? Və bir də görürsən ki, Azərbaycanda bəzi televizyonlarda, bəzi adam sonra, Təbrizdə bilirsən nə var? Hamı orada yaz deyə, gül dərirlər, gül verirlər, keyfdir tabi. Sən nə danışırsan sən? Sən nə danışırsan? Sən demək ki, Təbrizlə kimsə danışa bilərmi? Danışa bilirmi? Bir telefon varmı? Bir əlaqə varmı? Filan varmı? Eşidiblər ki, bir zaman kartları alırdın Azərbaycanın, demək ki, nə bilim, Azərseldən zatdan verirdin kartı, gəlirdilər o sərhəd kənarında, elə Türkiyədən də. Gəlirdilər sərhəd kənarında Azərbaycanın kartından istifadə edib zəng aça bilirdin. Onu zaten hamısı yığışdırdılar, bildilər, getdi keyfinə. Yəni bu günləri, Sayın Heydər bəy, mən bilmirəm sabah nə olacaq. Biz istiqlal qoymuşuq, bağımsız Azərbaycan. Əgər Azərbaycanın balaca bölümü 85.000 kvadrat kilometri bağımsızlığını əldə edib və xoşbaxtdır da, dünyada da qəbul olunub və yeri gələndə bir dənə füzə yolunu itirəndə qayıdıb deyir, şərəfsizlər. Və dalını gətirə bilmədilər. Gördülər, dalını gətirsələr, onda da nə olacaq, özləri bilirdilər nə olacaq. Və niyyət, onda demək ki, 3 dənə buradan gedəndə füzə Təbriz də ayaqda olacaqdır. Necə ki, o 44 günlük savaşda o tankların üzrə bozqurtlar çıxmışdı. Amma çoxlarının gözü görmək istəmirlər də. Niyə? Əgər sən Kürdü silahlandırırsan, 7 ölkənin arasında cələk, bir də demək ki, terörist, ondan sonra bir-birinin qanına yerikləyən Kürdlər. Amma bu önləri bu 40 milyon Azərbaycanlıdan söhbət getmirsə, deysən, burada sizin bir dərdiniz var. Əgər İran adlanan yerin bütün istəyirsiniz, hamısını, neftini istəyirsiniz, Trump dünən dedi ki, trilyonlarla pul gələcək, pul gətirəcəyəm. Yəni İran'ın. Sən pul qazanmaq fikrindəsən, biz canımızın, millətimizin də bu yuvarlaq, qan yuvarlağından çıxmaqdan, irticaçılıqdan, möhümatçılıqdan, geri qalmışlıqdan çıxmaq üçün təhcə bir yolu var. Bizim Farsla oxşarlığımız yoxdur. Onlar başqa bir etnik qrupdular. Təhlükəlidirlər. Və onun yanında olanlarla biz oradan çıxmalıyıq, onun da əlacı təhcə bir şeydir. Və o da Azərbaycanın bağımsızlığıdır. Azərbaycanın demək ki, istiqlalıdır. Bu günləri hər kəsdə çıxır, ağzını açayında bilirsən. Yox, hələ o söhbəti eləmə. Dağılıb, İran adlanan yer dağılıb və partlayacaq.
Bombanı Trump gətirməyib. Nə qədər indiyə kimi bomba atıb, sabahki bomba onun yanında, demək ki, onun yanında möcüzələr olacaq. Bu millətlər daraşacaqlar, yiyəcəklər bir-birini. O paslarlar bir-birini yiyəcəklər. Talan eləyəcəklər. Hamı bir-birini talan eləyəcək. Qıracaqlar bir-birini. Terror, ondan sonra adam ölmək, öldürmək, cinayətlər ki vardı, qat-qat artacaq. Onda demək ki, Azərbaycanı neynəmək, kimli gələcək deyəcək, Güneyli, Ərdəbili, Təbrizi. Hələ oturun gözləyin, qoysun, lap belə bu rejimdən də çox qarət eləsinlər. Sabahki burada fırtına olacaq. Kimdə yanacaq bu işin qabağında? Trump da çəkdi, getdi. Bu rejim də ondan istəyir ki, çəksin, geçsin. Söhbət buradadır, Heydər bəy. Məsələ budur ki, biz öz millətimizdən danışırıq. Öz millətimizdən Azərbaycan. Mənə nə var orada Farsı nə qələt eləyib? Farsı kifayət qədər tanımışıq. Dövlətində, ondan bu yüzüldə başımıza nə gətiriblər? Bu iki dənə rejim də, bu mallalar da, o Pəhləvi sülaləsi də, hamısı onların dəstxətlidir. Onlar gətirdi ki, oyun deyil. Ona görə irticaçılıq, möhümatçılıq, gör nə qədər möhümatçılığı orada yapılandırdılar ki, bu günləri bağımsız Azərbaycanda başına vurur, ehsan vurur, ağam. Ha deyirsən, Allah, bunlara bax, gör, bunlar nə günə düşdülərsə, güvəndicim dağlar. Və biri də çıxır onda demək ki, dayı, Tehran da bizim əlimizdədir. Tehran kimsən də əlində döyürü, adam yiyənlərdilər. Deyirlər ki, sabahları Trump geçsən, görün sizə nə göstərəcəyik. Əgər insanlığın varsa, bax gör də, hər gün o edamlar gedir və hər gündə. İndi siz də deyirsiniz, yaxşı, danışıq olacaq Pakistanda. Danışıq oldu. 15 dənə Amerikanın dediklərini qəbul edilər. Dedim, nüvəni qidalandırma. O 450 kiloyu verib çıxardım, aparım. O 2000 kiloyu da ki, demək ki, nə deyirsə, o sarı torta var, onu da ver. O 2000 kiloyu da ver. Ondan füzələrin də demək ki, biz şeylə vırmışıq, hamısını, o qapları bağlanıb gedibdi, onu da dayandırın. Livanı da ki, İsrail elə tez binəndən bəri hamarladı. İsrail hamarladı. Bunlar da filan 15 dənə olar deyil, bunlar da deyil 10 dənə. Tehran üçün, İran adlanan yerin daxili üçün başqa şey deyirlər. Dedi, yazmışıq 10 dənə, Trump da qəbul edibdi, qutardı o işi. Amma Trump'a göndərdikləri başqa şeydir. Trump'ın da sözcüsü o gözəl xanım çıxıb deyir ki, bir şey göndərmişlər 10 dənə. Onu Trump da baxdı, büktələdi, atdı zibil qabına. Ona görə də, indi də demək ki, Vance yollayıblar, Vance də o deyici, Vance də oturub orada. İmkanən də gələcəkdə də elə Trump'ın yerinə, əgər demək ki, paizdə Trump'ı impeachment ola, filan ola, nə olsa başına and içirəm da, düzdür, büyünləri. Demokrat, respublikancılar yine dayandılar demokratların qarşısında. Amma oturublar bir-birini yeriləyirlər. Ona görə başqa hadisələr də gedir, onu demirəm, işim yox. Amma məsələ budur ki, deyəcək deyilər ki, bəlkə də gələcək ki, bu deyilər prezident mühafizəkarların kanıdır. Yaxşı durub gedib Pakistana salam, aleyküm salam. Və Tehrandan gedən kimdir, deyəsən ki, bunların arasında nə gedir? Açıq bir danışacaqlar, nə olubdur? Kim kimədir, nəyə alış-veriş eləyirlər? Əgər İran adlanan yeri yeridən saxlayacaqsınızsa, bir də teröristlər, bunlar o Xameneydən pis, Xameney Xumeynidən pis, Xumeyni Məhəmməd Rızadan pis, hamısı bir-birindən pis. Biz Təbriz prizmasından baxırıq məsələmizə. Güneyli baxırıq. Çağdaş, müasir, dünyəvici, laik bir türk kimi baxırıq. Kimin nəmin Allahu Ekber, Bismillah, nəm imamlar gələcəklə onların kifayət qədər imamları var da. Elə çıxır da adam deyir ki, 16 milyon nəfər səs veriblər. Neynədiniz? Getdiniz və orada demək pır-para payladığınız, yemək payladığınız bəsiz. Ondan İnqilab Qvardiyasının arvad uşağını məcbur ediniz, gəlir körpülərdə dayanınız, gəlir gecələr çöllərdə dayanınız. Deyirsən, dedin 16 milyon, qəbul elədik 16 milyon. Və bunun 80 milyonu hardadır? Və 96 milyon bə demirsən. Yaxşı, 16 milyonun deyirsən bu, 6 milyon da sənin əlindən qaçıb xaricə. Deyək 20 milyon. Və bunun demək ki, 75 milyonu hani? O 75 milyonu ki, çoxunluğu çıxıb deyil ki, ay bundan qabaq sənə qarşı, ondan sonra bağladınız güllələrə. Hardadır da? Düz deyirsiniz, çağırın demək ki, millətləri referenduma çağırın. Millətlərə sandığı açın. Birləşmiş Millətlər Təşkilatının hər kəsdən də gətirin demək ki, gözləmçiləri. Görün, nə ola bilər İran adlanır? Buyur. Bu danışdığınız, sadaladığınız məqamlarla bağlı da burada tamaşaçılarımız çox maraqlı suallar səsləndirirlər. Onların da hamısını bir-bir cavablandırmağa çalışacaq. Qısa bir aradan sonra yenidən studiyamızda davam edirik. Yayımı bəyənib, kanala abunə olub, bildirimləri aktiv etməyi unutmayın.
Değerli seyircilərimiz, gündəm masada verilişində ən önəmli hadisələri və gedişatı müzakirə etməyə çalışırıq. Yayımımızı bəyənib, kanalımıza abunə olmağı unutmayın ki, baş verənləri, gerçəklikləri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Burada biz Təbrizin, Güneyin azadlığından danışırıq, bəhs edirik. Tamaşaçılarımız da bu proseslərlə bağlı öz fikirlərini və mövqeyini bölüşürlər və hətta sizə də suallar yazanlar var ki, bunu biz gələcəkdə, yəni bu proseslərin davamında necə təmin olunmasını görə bilərik. Yəni Güneyin azadlığı, onların öz azadlıq və hüquqlarını bugünkü hadisələrin sonunda təmin etməsini. Bunu necə və hansı şəkildə reallaşacağı ehtimalı daha yüksəkdir. Yəni bir tərəfdən ya elə bir hadisələr baş verməlidir ki, rejim də buna imkan vermir. Xalqlar ayağa qalxsın, etiraz etsin və ya seçki keçirilsin, nəsə bir mövcud şərait yaransın ki, onlar da bu etirazları, bu həyata keçirdikləri fəaliyyətlər nəticəsində yekunda istədikləri tələblərin yerinə yetirilməsini görsünlər. Necə ki, biz xatırlayırıq, 2025-ci ilin sonu, 2026-cı ilin əvvəlində həftələrlə sürən bir etirazlar vardı, aksiyalar davam etdi. Nəticəsi nə oldu? Elə Təbrizdə də, Ərdəbildə də, Urmiyada da, Marağada da Güneyli soydaşlarımızın ayağa qalxmasını biz gördük. Xamneyiyə qarşı şüarlar necə idi, təhqiramiz ifadələrdir, Xamneyi bir şərəfdir, Pəhləvi bir şərəfdir və s. Yəni Xamneyidən Pəhləvin arasında heç bir fərq yoxdur. İkisində qarşında təhqiramiz ifadələr və çağırışlar, şüarlar səsləndirilirdi Güney Azərbaycan küçələrində. Ardınca rejim hamısını qətl etdi, hamısını öldürdü, cinayətlər törətdi və dedi ki, güya ki bu qədər adam hamısı terrorist deymiş və terrorçuymuş. Yəni bu da sual yarada bilər. Hətta onun rəqəmlərini belə ölən insanların sayını 10 dəfə aşağısı 10 dəfə azaltılır. 30 min adam ölmüşdüsə dedilər yox. 3-4 min adam ölüb ya ölməyib ya belə. Çox belə deyək ki, rəqəmlərlə də oynadılar. Onları da fərqli təqdim etdilər. Bu görüntülərin şahidi olduq və ardınca da baş verənlər məlumdur. Amerika Birləşmiş Ştatları zərbələr endirir, rejim daxilində olan qüvvələr öldürülür, bir aradan bir nazir gedir, yerinə başqa biri gəlir. O birisi öldürülür, yerinə yenə də gətirəcəkləri birini tapırlar. Yəni bu rejimi müdafiə edəcək və tərəfdar olacaq. Sizcə, yəni bugünkü hadisələrə baxdıqda mürəkkəb bir durumu əmələ gəlib ortaya çıxıb. Davamında Güney azadlığından bəhs ediriksə, Təbrizin belə deyək, Güney Azərbaycanın əsas mərkəzi hesab edilən şəhərlərdən biri kimi Ərdəbil və Marağa hamısı bunlar öz istədikləri iradəni ortaya qoyması üçün nə lazımdır? Rejim buna imkan vermir. Hamısını qətl edir, öldürür, edamlar, zorakılıq, işgəncələr. Aydın məsələdə xalq öz gücünə edə bilməyəcəksə, o zaman İsrail və Amerika Birləşmiş Ştatları başladıqları işi hansısa səhv şəkildə tamamlayacaqmı? Yoxsa Azərbaycan və Türkiyənin burada müdaxiləsi də baş verəcək? Tamaşaçılarımız həm də bunu soruşurlar. Necə olacaq bu azadlıq dediyimiz? Birincisi budur, Sayın Heydər bəy, mən sizi istəmirəm ki, demək ki, o bildiyinizi şübhə altına apar, elə deyir. Siz harda görübsünüz ki, Birləşmiş Millətlər Təşkilatı bu 50-60 il içində gedə bir dənə etnik bir millətin qapısını tapdalaya ki, İndoneziyanın o nə deyirsə, doğu tərəfində orada qalmışdılar. Deyək ki, sizə də bağımsızlıq verdik, gəlir, götürün də sənə heç yanda olmuyor. Heç yanda yoxdur, heç yanda yoxdur. Mən 100 dənə fakt gətirə bilərəm, sizə dənə ki, nə olubdur ki, filan. Və demək ki, elə bu Rusiyanın özündə də ta Yapon qrup Rusiyanın bıyığınızını sındırdı 1905-ci il. Ondan sonra Rusiyada inqilablar başladı. Azərbaycan da elə o zaman çalxalandı. Və bilən adlar nə olsun, burjuvazi inqilab. Avropadan biz danışa bilərik. Və bizə də, bəli, hamısından və bizim özümüz Azərbaycanda biz dövlət qurduq, ondan cumhuriyyəti mən deyirəm. Və indi heç olmasa, mənə inanmayırlar, heç olmasa bu Azərbaycanın prezidenti dövləti təmsil edir də, hər dəfə deyir. Deyir, Bolşevik, Rus Bolşevikləri, yəni kommunistləri gəldilər, Zəngəzurda qopartdılar, Qarabağı da bizdən aldılar, işğalçıdılar. Əgər dalın getsə, deyəcək, repressiyası idilar, məmləkəti eyni bu gündəki kimi. Necə ki, Sovet gəldi Azərbaycandan, demək ki, qalanları, bunun şərrindən qutaranları yığdı, apardı, verdi, Hitlerin əlinə qırdırdı. Mən demirəm, bu günləri Amerika Hitlerdi, yox. Amma bu rejim bir oyun çıxardıb ki, gəlin görür, savaşa da İranı qoruyun. Və ya Sovet bizim idi, elə deyirdi. Sovet bizi məhv elədi və sonra nə oldu? Bu millət, əziz millət, durdu ayağa tankın altında qaldı. Sovet gəldi bizə bəyə bağımsızlığı yenidən verdi ki, gəlin götürün də sizə bir cumhuriyyətiniz vardı. O cumhuriyyət ki, qanda boyadı. Şəhər, demək ki, mən 1000 dəfə demişəm, Gəncədə, hər yanda rəhm eləmədi. Hər kəsin də bir çocuğu uşağı qoydu, adını qoydu, xalq düşmanıdır. Yaxına qoymayın, boykot eləyin, ondan başı qapazlı sağlayın filan, üstünə tüpürün. O Rusun əməli idi.
Ona görə də milləti bir qorxuya saldı Azərbaycanda gələndə. Birinci dəfə gələndə bura mən 80-ci illərdə gəldim. Baxanda gördüm bu millətin içində bir qorxu oturduqları bir qorxu vardı. Vay vay vay. Hələ İran adlanan yerdən, o rejimdən bura gələndə. Bu millət nə elədi? Bu millət o sindromu sındırdı, döyüşdü, vuruşdu və demək ki, o 30 ildə ən azı bu dəfə. Demək ki, üstünə hər çamur atdılar bu millətin üstünə. Dövləti gücləndi, öz ayağının üstə durdu. Önləri bir dənə, bu Rusiyada o xanım elə hər gün bir dənə replikator, hər gün durur, makyaj eləcəyin, tumanını geyməmiş bir dənə Azərbaycana atır. Ay demək ki, Qarabağı Putin kömək elədi. Putin, o da Ukrayna gözümüzün qabağındadır. Kim idi bu Qarabağda vermişdi S-300'ləri filanları, silahların hamısı orada filan? Hə? Qarabağı biz aldıq, döyüşdük, savaşdıq, pul da vermişik. Hər nə eləyibdi? Dövlət başçısı hər nə eləyib, əcəb eləyibdi. Aldıq. Çıxartdıq ki, axır sizi buradan. Kökünüzü buradan kəsmişik, əcəb eləmişik. O da biz də deyirik ki, Azərbaycanın kürəyində siz bacararsınız. Niyə? O Tehranda dayanan o dövlətçiliyin başı bəlada, mırdarlıqları üzə çıxıbdı. Namus oğrusu, dövlət oğrusu, çörəyizi oğurlayıb, dərmanızı oğurlayıb, işgəncəgahları yaradıb. Yaxşı, biri çıxıb demək ki, soruşmaz ki, bu Tehran rejimi. Üzüzə imamlar tüpürsün, ey mollalar. Bu trilyonlar da ki, pul verib ki, yerlərin altında şəhərciklər yaradıb, füzələri doldurubsuz. Bunun bir hissəsini heç olmasa verirdiniz bu insanlara yemək, ilaz, dərman. Hə? Trilyonlarla xərcləyibsiz. Aparıb demək ki, Hizbullaha açıq deyildi. O Şeyx Nəsrullah deyildi ki, bizim suyumuzda, yeməyimizdə, çörəyimizdə, Livanda deyildi o adam. Hamısı Tehrandan gəlir. Hə? Açıq deyildi. Və çantaları doldururlar, dedi ki, Qasım Süleymani, o terörist dedi ki, nə qədər çantoz var doldurur. Biz də 20 milyon dolar doldurdu, o da gördü, başqa çantanımız yoxdur. Gedəndə Mısırda sərhəddə onları saxladılar. Dedilər, bu pullar nədir? Hardan getirirsiniz bunlar, bu pulları? Hə? Tehran rejimi buradan Argentiniyacaq, buradan demək ki, bunların demək ki, əzadına, o Maduro var, o bədbaxt indi orada, New York'da zindanda, arvadında çəkdi yapardı orada, Məliyir. Onun da başını bunları yedi. 70 bin Filistinli bunları ölümə verdi. Suriyədə milyonlarca insanın evini bunları yıxdılar. Bunların göbəyindən Taliban, Daesh, Əl-Kətayib, nəmlən filan, hamısı bunların qəbrindən çıxıb. Tehrandan çıxdı, bu Oxtapusun. Necə ki, indi Amerikalılar da buradan vururuq, o deşikdən çıxar. Buradan vururuq, oradan çıxırlar. Oradan çıxır. Niyə? Terörist bir təşkilatdır. Adam yiyən bir təşkilatdır və bu günləri də Azərbaycanın güneyi əlbəttə istiqlalını əldə edə bilər. Niyə? Sənin başına vuran, sənə meydan oxuyan, sənə gücələn, deyirsən möcüzə olub. Deyirsən, nə möcüzə oldu? Deyirsən ki, etdi bıynızını bir dənə palçığa soğub ki, Trump'la bıyınıza qoydu. Barack Obama ilə yox ki, 150 milyardla 200 milyard arası doldura Şvitsariyada təyyarəyə pulları nağdı göndərə, bunlar da verələr demək teröristlərə, daraşdırarlar bölgədəki büyünləri Livan Məliyir, İraq Məliyir işğal ediblər də. Ona görə demək ki, Suriya o durumda hər yan. Ona görə göndərdi paranı və Carter də gəldi, bunlara kömək elədi, Biden gəldi demək ki, keçirəyin və bu gündəki gündür, da gör nəcür olub ki, bu günləri o Məhəmməd Rızanın demək ki, cocuğu bu günləri Rıza Pəhləvi deyir ki, ey İngiliz, sən nə danışırsan, sənin dədəni gətirən İngilizlərdir. Sən şimdi prens deyirsən, səni gətirən İngilizlərdir. Və bu gün deyir ki, ey İngiliz, sən niyə bu Tehran rejimini dəstəkləyirsən? Ey Keystaymer, onlar bilir, özləri gətiriblər, zibili özləri eləyiblər. İndi Tehran rejimi, bu dövlət ki deyirdilər, dağılıb. Ölüsü ortada qalıb, leşi ortadadır, hər kəs deyir, ver mənə, teröristlər, dəstələr, dövlət yoxdur. Amerikada istəyir bir-birinə, Trump da öz zirəhlici ilə, Trump deyir, mən biziniz adamıyam, mən alışveriş adamıyam, bəli. Burada yaxşı oğlanlar var. Elə Coraniya da dedi, bu da yaxşı savaşan oğlanlardır. Bir də çıxıb demədi, bu yaxşı savaşan oğlan bilirsən nə qədər Amerikalı öldürür. Amma xeyrinə gələndə deyil. İndi deyir ki, Tehranda da mən yaxşı oğlanlarla danışıram, yaxşı oğlanlar, bura yaxşı danışandılar. O bazar qızdırır, öz xeyrini görür. Amma deyirsən ki, bəs möcüzə nəyə deyərlər? Möcüzə budur ki, bu günləri sən bununla demək ki, silahla bizim hərəkatımız Azərbaycanın güneyində demokratik bir hərəkatdır, terörist deyirik biz. Biz o kürçüğazlar deyirik ki, oradan birdən silah alaq, götürək qaçaq şərəfimizi bir yana. Elə deyir, paslar deyirik biz. Amma nə oldu? Demək ki, möcüzə, buna deyirlər möcüzə.
Netanyahu oradan çıxdı, Trump da buradan gəldi, vurub qırır bunları, qırır. Neynir? Qırıb bunları pis günə salıb və bunlar da sabahları day bunların əlindən kontrol sıxıb. Bunlar demək ki, bir-birini yiyəcək və millətlər də hələ meydana girməyib. Azərbaycanın güneyinə böyük fürsət hələ gəlirdi. Əsas millətdir. Əsas millətdir. Ondan qorxurlar. Bunlar ondan qorxurlar. Trump'dan belə qorxmurlar. Netanyahu'dan belə qorxmurlar. O göydən gələn bombalardan qorxmurlar. Çünki insanları ölümə verir, özləri qaçıb gizlənirlər. Bilirlər arada. Yeri də gələndə gedirlər demək ki, arvaddan, uşaqdan, qızdan, cocuqdan verirlər qabağa, girirlər olan tumanın altına. Və döyüşmürdünüz. Niyə gətirib o körpülərin üstünə və demək ki, o elektrik stansiyaların ətrafına xalqın, uşağın, cocuğun, arvadını yığıb sağlayırız gücünə. Çıxın, savaşın da şişi kimi. Savaş da. Füzə atmaqla yox, ay deyirlər Sayın bəy, deyirlər ki, Tehran savaşı. Hara savaşıb, kim savaşıb? Hansı güllərini atdılar? Amerikanın bir dənə, iki dənə demək ki, uçaq sürüsü düşmüşdü, gəldi, ikisini də götürdü İran adlanan yer mərkəzindən. Bir dənə güllə atdılar mı, biri çıxdı qabağa mı? Orada bir də kölgələr dəbərirdi, o bədbax yerlilər. Ki, onlar da vurdu, çıxdı, getdi. Kim çıxıb güllə atıbsınız, filan eləyibsiz? Hə? Ya füzə fırlatmışıq filan. Amma demək ki, uşaqları, çocuqları, qadında axır bir yerə gəlib çatıb ki, Trump da deyir ki, kişi olun da, gəlin savaşın. Sözüm bunda yox. Amma bu günləri cələhcəli olublar. Kimsələr fikir eləyir ki, Trump bu savaşı utub. Netanyahu bu savaşı utub. 13 min dənə yeri Trump vurub, 9 min, 8 mini Netanyahu vurubdu. Sağlam yer qalmayıbdı, bərbad olub. İnterneti bağlayıbsan, telefonu bağlayıbsan, məs mediya bağlanıbdı, hər şey bağlanıb. Ona görə də qoymursan kimində cıqqırı çıxar. Hamı mələyir İran adlanan yerdə. Dağılıbsan. Sabahlarda belə istəyir ki, hər kəs qalıb qomaryalar özləri götürər. Belənci bir yerdə. Azərbaycanın güneyində sabah bu millətin dili asılacaq. Hasana kimin bu milləti demək ki, dilin bağlayacaqsan və qonşu ölkələrə də xux gələcəksən ki, güneyin qoyma onun səsi çıxar. Təbrizin qoyma onun səsi çıxar. Azərbaycanın güneyi tezlikcə bağımsız olacaq. Bağımsızlığını əldə edəcək. Az zaman içində Azərbaycanın quzeyi ilə birləşəcək. Bunu kimsə qarşısına ala bilməyəcək. Bunu Amerikalılar, o Yesusun sözündən də yüksək bilirlər. Güclü bilirlər. Bunu bu Tehran rejimi də bilir. Bunu bu Farslar da bilir. Hər gün bir oyundan çıxırlar. Hər gün bir adamlar atırlar qabağa. Amerikadan da belə. Kürtləri atduz qabağa tutdu. Gəlirdilər də Urumiyə. Görəcəkdilər nə olacaq. O da Trump da deyir, yox alın Kürtlərin qabağını, gedərlər orada Zibilyada, Kürtlər də istəyirlər deyərlər ki, gedirik İran adlanan yeri biz azad eləyək, bax görürüz ki, Kürt qurtarıcıdır, PKK qurtarıcıdır, PEJAK qurtarıcıdır, haralar qurtarıcıdır bunlar? Bunlar PEJAK'dır, PKK'dır, gəlir Türkün üstünə, Azərbaycan Türkünün üstünə gəlir, topraklarımıza. Dünənlər bir nəfərlə tanınmış bir adamla bu Londrada bu kongresdə kongres, dırnaq arası iştirak eləmişdi. Hey zəngası baxır, zəngəşəm, nə oldu, nə vardı? Deyir, ay Əjdər, bir iki-üç dənə kəndindən ötəri, niyə demək ki, bu Kürt qardaşlarımızdan yola getmişdir? Nə danışırsan sən? Urumiyə kənd oldu. Hardan bəli Urumiyə kənd olubdur? Biri də Azərbaycan adına bambılılar, atdan gedib orada otururlar. Başlarını bütün nə deyirsən, o çölməhlərə soxurlar. Hər yanında 4 dənə Kürt var, gedib soxurlar. Biz də Azərbaycanlı yox, biz də adımızı yazın. Qadanıyalım, məni də yaz. Ya demək ki, harada demək 4 dənə mücahid tapılır, qaçırlar onun adının altında, dayanırlar o demək paçavralarının altında ki, biz də Azərbaycanlıyıq. Azərbaycan millətin də yeri bəllidir. Xaricdə sən özü onurlu yapar. Bunların hamısı xaricdədirlər. Xumeyn də xaricdən gəldi, hamısı bunlar da xaricdədirlər. Savaşırlar, dünya çox kiçilibdir. Sən də bir Türk kimi, bir Azərbaycanlı kimi, mən demirəm, Azərbaycan dövləti ilə oturub durmalısan. Özünü sabit elə. Əgər filan məmurcuğa çıxıb deyək, hələ sizə lazımdır o güneydə, sizə hələ ki, sənə zərəl eləyək yaşıl pasport cibində. Hesabların doludur hər yanda. Biraz da dəbərsərək hələ demək ki, milyardlar çıxacaq cibindən. Sənə zərəl eləyək bu istiqlal. Bu bağımsızlıq sənə zərəl eləyək. Parkingidə 15 dənə maşın işləməyən kör olsun. Mən istəyirəm ki, bu yaşıl pasportura necə keçirsə o pasportun kontrollarda, Amerikada, görmüşəm, Avropada. Bruseldə elə ki görürlər Tehran pasportudur, Rus pasportudur. Belə oy sən keçməyən, təhlükəlidir bunlar. Rusdur, Farsdır, keçib yana. Hə. Sənin yaşıl pasportu görəndə Azərbaycan pasportudur, Amerikada da. Washington deyirsən keç, Azərbaycandadır. Hə? Gör nə demək, bu istiqlaldan hər şeyə çatıbsınız, hər şeyə.
Her şeye beğenmezsiniz, o heç başka bir şeydi. Ayrı bir şey. Ya hakimiyet davası yaparırsa o da başka. Ama gelip de ben Rusun, Farsın tulası olup gelip devlet sevilişine el atma. O heç o başka bir şey. Ama deyirsən, istəyirsən, gedərsən, gedirsiniz də, otururuz da, məclisə də otururuz. Əlbəttə, məclisə oturanda deyirsiniz, demokratik idi seçkilər. Olmayanda deyirsiniz ki, demokratik, o başqa. Mənim də məsələm deyir. Mən Güneyli məsələsi deyil. Mən Güneyli olaraq, Ərdəbilin, Çanaza kəndindən olaraq, başqa ölkəndə vətəndaşlığını daşıyaraq, mən Azərbaycanın Güneyinin bağımsızlığın və Azərbaycan dövlətinin də ki, əsas sabah dayağımızdır, sabah Təbrizə, ha zaman Farsın yenə də başı qızışdı. Biraz da əl çaldılar bunlara. Pişməmiş biz meydana çıxsa o Kürt də, Fars da, Bəluç da, Ərəb də, Lor da, Bəxtiyarı da, Mazi də, Kiləh də, hamısı birləşib Azərbaycanın üstünə gələcəklər. Və o batı dünyası da var ya, 30 ildə erməninin kənarında durdular, bizim Həkəri çayının üstünə əcək. Onlar da bunlara demək ki, dəstək verəcəklər. Bəli, amma sabahları bura ki dağılır, Azərbaycan həyatda olanda istər-istəməz Türkiyədə, Anadolu'dan bu millət 44 günün savaşdan və 100 il bundan öncə də o Anadolu həyatda olacaq. İstanbul, İzmir, Ankara həyatda olacaq millət. Və demək ki, Azərbaycanda bu millət həyatda olacaq. Bu millət də demək ki, bunun da dövlətin də başçısı çıxıb deyəndə ki, biz o 50 milyona dayaq bilir, nə vaxtı deyir. Amma bu günləri düşman hansı tərəfdən gəlib soxulur, nə işlər görürlər, dövlət onu məndən yaxşı bilir. Amma biz istiqlal qoymuşuq, güvənirik. Demək ki, Azərbaycan dövləti casus göndərəcək, elə söhbətlər yoxdur. O millət Azərbaycanın güneyində ki, onun zamanı gəlib yetişir. Zamanı gəlib yetişir. Düzdür, Trump biraz tələsdi. Demirəm, Trump rejimi tam dəyişdi, xeyr. Rejimin bu inizini sındırmışdılar. Necə ki, Səddamın o, nə deyirsiniz, adını çəkdilər aşağı Bəğdadda. Bu qalan qulan da bu inizin orada demək ki, 20-30 nəfər qalırdı. Zülqədridən, ondan sonra Tayyipdən, ondan sonra bu Qalibafdan. Elə demək 20-30 nəfər. Qaçmışlar və qaçacaqlar, yenə qaçacaqlar. Ona görə ki, day demək bir yerə gəlib yetişiblər ki, dayanacaq imkanları yoxdur. Heç kəsə də güvənməməlidirlər. Bizdə də Azərbaycanın güneyində də bu millət və başqa millətlərdə istəyir canlarını qutara bilərlər. İran adlanan yer, necə ki o deyirlər, o adam deyildi 5 yerə özlərinki, deyirlər prezident filan. Deyir 5 yerə bölünəcək. Bəlkə 10 yerə, bizə nə? Amma məsələ budur ki, nə də təkrar edirəm. Sayın Heydər bəy, bu bizim savaşımız deyil. Ay Amerikadan vurma, ay vur, biz çağırmamışıq ki. Çağıranlar geçsin, görsün. Bu rejimlə, bu xaricdəki hakimiyyəti gözləyə gələrək oturarlar orada, çağırıblar. Bu rejimdə heydə İsrail, gəl, neyniyəcək, dənizə tükəcək səni, Yahudilərdə. Biz nə dənizə tükürük kimsəni, nə kimsənin dövlətini dağıtmaq, biz işğalçını Azərbaycandan çıxartmaq istəyirik. Azərbaycanı işğal edir. Farslar deyirlər ki, mallalar İran adlanan yeri işğal edib. Biz deyirik, dubil somuş gəlir. 2 dəfə artıq həm İran adlanan yeri dediniz və Azərbaycanı işğal edib. Çıxsın, yesin, orada özünüz hesablaşarsınız. Və bu da yaxınlaşır. Bir də deyirlər ki, Trump getdi, Çinə də bunlar qaldı. Bunlar bu 47 ildə bacarıblarmı? Bəyək da siz də söylədiniz. Hər 2 ildə, 3 ildə Azərbaycanlılar demək ki, ayaqlanıblar. Və bu günlərdə bu rejimin murdarlığı tam üzdədir və bu inizlər da sınıb. O ilə vurar, bir nə qədər öldürəcəksiniz, hə? Və gəldi Amerikalı da, gəldi demək ki, həmin dediyiniz o Yahud da, gəldi bu inizi sındırdı, qaçdınız, girdiniz, bəyət da söylədim. O uşaqların tumanının altına girdiniz. Yıxdı evinizi, qalib gəlibdi. Amerika qalib gəlibdi burada sizə. Heç saat eləyə bilmirsiniz. Siz demədiniz ki, gəl danışaq. Amerika dedi ki, gəl danışaq. Yoxsa gecə mənə Trump deyərlər. Alaram bu inizimə soğururam, ölüyərdi. Hamızı da qıracaqdılar. Netanyahu'nun qabağını almasaydı, qalan quranızı da qıracaqdı. İndi sizin davonuz deyil, bizə nə? Bizə Azərbaycandan çıx. Qalacaqsan, onda görəcəksən. Bəli. Təşəkkür edirik əzizlər. Bir saata yaxın sizin təbii ki bu mövzularla bağlı geniş bilgiləriniz, müşahidələriniz və uzun illər proseslərin içərisində olmağınız daha ətraflı danışmağa imkan verir və gerçəkləri bir də sizin dilinizdən eşitmək, Güney Azərbaycanlı olaraq bu hadisələrə baxışlarınızı bölüşməyiniz çox vacibdir. Sayın Heydər bəy, biz Azərbaycanlı kimin, Azərbaycan türkü kimin öz mənfəətimizin prizmasından baxırıq. Savaşırlar, kim kimə zor gəlir, kim geçsinlər Birləşmiş Millətlər tərəfi. Mənim millətimə, mənim ölkəmə bir şey olmasın, əl çəksinlər. Yüzillərcə bizim millətimizi, özümüzü gör gətirib hara çıxardıblar. Bunların demək murdar əməllərinin üzbatındandır bu gün. Biz də Güney Azərbaycanlıların gələcəyini, taleyini düşünərək məsələlərə baxmalıyıq, milli maraqlarımızı dəyərləndirməliyik. Bir daha təşəkkür edirik. Mən təşəkkür ederim. Sağ olun.